Salam. Bu videoda 9-cu sinif buraxılış imtahanının ingilis dili suallarını izah edəcəm. 20 aprel tarixinə olan 13-cü sualla başlayırıq. 13-cü sualda bizdən compound nouns istəyir. Mürəkkəb isimlər və mürəkkəb isim D variantında var. Birthday və bookshop. 14-cü sualda one of the women stole the research papers. Qadınlardan biri tədqiqat kağızlarını oğurladı laboratoriyadan. Deməli, Y variantı doğrudur. 15-ci suala baxırıq. Altında xətt çəkilmiş sözün antonimi bizə lazımdır. To buy, almaq, antonimi isə to sell, satmaq, B variantı doğrudur. 16-cı suala baxırıq. To agree to take something that is offered or given. Təklif edilən və yaxud da verilən bir şeyi götürməyə razılaşmaq, bu isə qəbul etmək, accept, B variantı doğrudur. 17-ci suala baxırıq. Is Rosie talking to on the phone? Rosie telefonda danışır. Cavabında deyir, I am sure it is Miranda. Əminəm ki, Mirandadır. Deməli, who is? Rosie talking on the phone. Rosie'nin telefonda danışdığı kimdir? D variantı doğrudur. 18-ci sualda passive voice, məchul növ istəyir bizdən. I ate sandwich for breakfast. Mənim fe'lim ate keçmiş past simple zamandadır. Bizə was were lazımdır. Was were sadəcə A və B variantlarında var. B variantında mübtəda yerində qalıb, ona görə A variantı doğrudur. 19-cu suala davam edirik. Is a large amount of water. Böyük miqdarda su kütləsi, bu isə A variantında verilib. Flood, daşqın, sel. Garden, bağça, floor, döşəmə, mountain, dağ, ground isə yer deməkdir. 20-ci suala baxırıq. Modal fe'l istəyir bizdən. Able'dan sonra A variantında to lazımdır. Might'dan sonra to olmaz. Could'dan sonra to işlənməz və able'dan sonra to lazım idi. Yuxarıda da to görmürük. B variantı can modal fe'li doğrudur. I can cook lunch. 21-ə baxırıq. Yesterday keçmiş zamandan söhbət gedir. Past simple lazımdır bizə burada. Past simple sadəcə B və C variantlarında var. Yesterday I wrote a letter to my parents. Dünən mən valideynlərimə məktub yazdım və onu göndərdim. Göndərdim deyiriksə send yox, sent forması lazımdır bizə. C variantı doğrudur. 22-ci suala baxırıq. I have been to the restaurant once since it opened. Və bilirik ki, since'in bir tərəfi past simple, digər tərəfi isə indiki bitmiş zamandır. Since burada tamamilə doğru cavabdır. 23-cü suala baxırıq. 23-cü sualda yaxın mənalı, close meaning yaxın mənalı sözlər istəyir bizdən. Tiny balaca, big böyük, better yaxşı, worse daha pis, healthy sağlam, ill xəstə, quiet sakit, noisy səs-küylü, ancient old isə ikisi də qədim deməkdir. 24-cü suala baxırıq. Emily is one of. Most varsa sifətin üstünlük dərəcəsində bizə Z artikel lazımdır. Elə C variantını tapırıq və digər hissədə də in the class sinifdə işlədirik.